Quranda orucu yalnız üç şey pozur: yemək, içmək və cinsi əlaqə. Bunu hətta məzhəblərə və hədislərə tabe olan din xadimləri də qəbul edirlər. Gəlin bunu elə özlərindən də eşidək. Yeməkdir, içməkdir və yaxınlıqdır. Bunlar üçü Quranda zikr olunub ki, orucu pozan işlərdəndir. Və bu ayədə Allah Azza və Cəllə üç əsası, orucu pozan üç əsası zikr eləyir. Ailəyə yaxınlıq, yemək və içmək. Gördüyünüz kimi Quranda bu asan anlaşılan bir məsələdir. Bəs Quranda olmayan və orucu pozan sair şeylər hardan qaynaqlanır? Təbii ki, hədislərdən və məzhəb fətvalarından. Qalan orucu pozan işlər isə sünnədə varid olub, hədislərimizdə gəlib. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm də sünnədə digərlərini bizə bəyan etmişdir. Gəlin bu fətvalardan bir neçəsini dinləyək. Əgər bəlğəm boğazın üst qismindən aşağıya doğru hə hərfinin məxrəcinə qədər gələrsə, bundan sonra adam özü bilərək, udqunaraq o bəlğəmin aşağıya doğru getməsinə səbəbkar olarsa, istər bundan sonra o bəlğəmi atmağa qadir olsun, istər olmasın, onun orucu pozular. Xatırladım ki, bu fətvaların davamını videonun sonunda izləyə bilərsiniz. Ona görə məsləhət görürəm ki, videonu sona qədər izləyin. Quranda bir çox məsələdə açıq-aşkar hökmlər olduğu halda, hədislər və məzhəblər yolu ilə bu hökmlərin üzərinə əlavə hökmlər artırılıb, qəlizləşdirilib və ixtilaflı hala gətirilərək insanlar üzərinə yüklənib. Burada bir irad gətirilə bilər ki, biz Qurandan əlavə hədisləri də dində mənbə olaraq qəbul edirik və hədislərdə nə yazılıbsa biz ona əməl edirik. Burada nə problem var ki? Bu ilk baxışda məntiqli bir irad kimi görünə bilər. Amma məsələ təkcə hədislərdə var, biz də qəbul edirik deməklə bitmir. Çünki bu məsələləri qəbul etdiyimiz an ən azı 3 ciddi bir problemlə üzləşə bilərik. Birinci və ən önəmli problem Qurandan başqa şeyləri din kimi qəbul etməyimizdir. Bu da dində Allahdan başqa hökm sahibi olduğunu qəbul etmək deməkdir və Quran bunu Allaha şərik qoşmaq kimi bizlərə izah edir. Bundan əlavə Quranda dinin yeganə sahibi Allahın olduğu qeyd olunur. Bizim yalnız bu kitabdan, yəni Qurandan hesaba çəkiləcəyimiz qeyd olunur. Biz isə Qurandan kənar hökmləri dini hökm kimi qəbul etməklə bunu kimi və buna bənzər bir xeyli ayələrə zidd getmiş oluruq. İkinci problem, bu hökmləri qəbul etməklə biz dini çox çətin bir hala gətirmiş oluruq. Halbuki bu da Quranda qadağan olunur. Dinimiz hasanddır və hasand idi. Lakin biz onu çətinləşdirmişik, əlavələr çox eləmişik. Çox eləmişik, qəlizləşdirmişik. Misal üçün, Yahudilərin bir inək kəsmələri lazım olduğu an, inəyin hansı rəng olduğu, hansı cins olduğu, hansı torpaqlarda otladığı sualları verərək öz dinlərini çətinləşdirdiyini görürük və bu hərəkətlərini Allahın qınadığını görürük. Bundan əlavə, Quranda bir xeyli yerdə Allah sizə çətinlik istəmir, asanlıq istəyir və sair buna bənzər ayələrin olduğunu da görə bilərik. Biz isə Allahın qoyduğu az sayda və asan bir şəkildə icra eləyə biləcəyimiz əmrləri fətvalarla, hədislərlə və sair fikirlərlə çətinləşdirib çıxılmaz bir hala gətiririk. Üçüncü problem də budur ki, bu fətvalar özləri öz aralarında belə ciddi ixtilafdadır. Bir hədisdə olmaz dediyi halda, digər hədisdə eyni məsələ üçün olar deyilir. Yəni, 2 dənə hədis var. Birisində qadağandır, birisində əmirdir. Bir məsələ üçün bir məzhəb halaldır dediyi halda, digər məzhəb haramdır deyir. Nəinki fərqli məzhəblər eyni məzhəbin öz içində olan bir alimin olar dediyi bir məsələdə digər alim qadağandır, olmaz deyir. Biz isə Qurandan görürük ki, şübhəli şeylərin ardınca düşmək qadağan olunub. Bilgimiz olmayan şeylərin ardınca düşmək qadağan olunub. İstənilən bir önəmli məsələdə ciddi dəlillər tələb etməyimiz tövsiyə və əmr olunur. Biz isə bu şübhəli və ixtilaflı məsələləri din olaraq qəbul etməyimizlə yenə də bu ayələrin əksinə getmiş oluruq. Problem demişkən, adətən məzhəblərə və hədislərə tabe olan din xadimləri iddia edirlər ki, hədislər olmadan Quran anlaşılmaz, ixtilaflı fikirlər ortaya çıxar və ciddi problemə düşə bilərik.
Amma yuxarıda saydığım 3 önəmli problemdən də görürük ki, hədislər ixtilafları həll etmir, məsələləri asanlaşdırmır. Əksinə məsələləri daha da ixtilaflı hala gətirib, daha da qəliz bir hala gətirir, insanlar üçün dini çətinləşdirir. Hədislərin məsələləri daha da ixtilaflı hala gətirdiyini, işi çətinləşdirdiyini və problemləri həll etmədiyini, əksinə insanlara problem yaradıb ixtilaf saldıqlarını daha ətraflı bir sonraki videomda yenə də Ramazan orucu üzərindən aydın şəkildə göstərəcəm. Videonun əvvəlində də dediyim kimi, Qurandan kənar orucu pozan şeylərin uzun siyahısını videonun sonunda görə biləcəksiniz. Bu videoya keçmədən də öncə bir xatırlatma edim ki, bu videoda danışan insanlar bu fətvaları, bu fikirləri özlərindən demirlər. Hədislərə və məzhəb alimlərinin fətvalarına əsaslanırlar. Yəni kimsə gəlib irad bildirməsin ki, videoda danışan filan adam filan fikirdə olan bir adamdır. Onu dinləmək olmaz və s. Bizim mövzumuz bu şəxslər, onların fikirləri və necə bir insan olduqları deyil. Kimsə bu insanları dinləyə də bilər, dinləməyə də bilər, sevə də bilər, sevməyə də bilər. Amma məsələ bu deyil. Məsələ bunların dedikləri, səsləndirdikləri bu fətvaların həqiqətən də məzhəb və hədis kitablarında olduğudur. Bu şəxslərin yerinə başqa biriləri də ola bilər. Yəni önəmli bu şəxslər deyil, onların dedikləridir. Videonun sonuna doğru gəldiyimizə görə hər dəfə olduğu kimi Qurandan bizə ünvanlanan bir sualı oxumaq istərdim. Allahdan və onun ayələrindən sonra hansı hədisə inanırlar? Gəlin baxaq, hansı hədislərə və fətvalara inanırlar. Dərzi ipi düzəltmək üçün ağzına saldığı zaman ipə həmən dərzinin tüpürcəyi qarışır. O tüpürcək də iplə bərabər çölə çıxmış olur. Daha sonra ipi yenə də düzəltmək üçün ikinci dəfə ağzına salar və çölə çıxmış olan o tüpürcəyini udarsa, orucu pozular. Bütün fəqihlərin nəzəri bundan ibarətdir ki, axıcı, yəni maye şeylə imalə eləmək orucu batil eləyir. Həmbəli məzhəbinin, İmam Əhmədin məzhəbinin alimləri bu görüşdədirlər ki, hicama eləyənin də, olunanın da orucu batildir, orucu pozulur. Əgər qadın oruc ikən heyz halı onda baş vermiş olsa, orucu batil olmuş olur. Burundan qan gələrsə oruc pozulur yoxsa yox? Bir qrup alimlər deyiblər ki, oruc batil olur. Və bu görüşü İmam İbn Teymiyyə rahimehullah tərcih edib. Yəni orucu batil edən işlərdən də biri sübh əzanına qədər bilərəkdən cənabətli qalmaqdır. Ümumən kim iynə vurarsa Ramazan ayında, bu iynə onun orucunu pozur. O ki qaldı bir kimsə qan köçürmək orucu pozulmur, bəli. Alimlərin fətvalarına görə, müasir alimlərin fətvalarına görə orucu pozur. Burun damcıları da bura daxildir. Burun damcısı da orucluya qadağandır. Əgər bəlğəm boğazın üst qismindən aşağıya doğru hə hərfinin məxrəcinə qədər gələrsə, bundan sonra adam özü bilərək, udqunaraq o bəlğəmin aşağıya doğru getməsinə səbəbkar olarsa, istər bundan sonra o bəlğəmi atmağa qadir olsun, istər olmasın, onun orucu pozular. Qaynar bir qazanın qapağını götürərkən ki, çoxlu buxar ki qalxır, həmin o çox buxarı da burun və yaxud ağız vasitəsilə udarsa, orucu, yəni bilərəkdən bu iş olarsa, orucu batil olar. Bir naməhrəm qadına baxdım, təkrarən ardıcıl olaraq istimrar formada baxdım, məzi çıxdı. Baxdım ki, məzi gəldi. Deyiblər ki, oruc batil olur. Bu kimin görüşüdür? Maliki və Həmbəli məzhəbinin görüşüdür. Əgər bilə-bilə insan, məsələn, barmağını ağzına salıb bir şey çıxardaraq qaytararsa, bu orucu pozur. Heç məsələn insan torpaq yedi, məsələn, götürüb bir oruc torpaq, atdı ağzına yedi, bunun orucuna olur, batil olur. Məsələn, taxta yeyir, torpaq yeyir. Ya məsələn bir ağacın budağını götürüb başlayır ağac budağını yeməyə, pambıq yeyir məsələn. O insanın orucu batil və boynuna kəffara gələcək. Əgər başındakı o yara, dərin bir yaradsa, qarnındakı dərin bir, məsələn adam nəsə bıçaqlayıblar və yaxud başında bir şey var, nəsə bir. Bu yara bir dərman sürtdü, sulu bir dərman. Yəni, o da beynindən getdisə və ya qarnına getdisə, orucu pozular. Çünki beyinlə deyil, şey arasında bir mənfəz var. Dişlərin arasında qalan, eyni zamanda damağın arasında qalan noxud və noxuddan böyük yemək qırıntılarının udulması orucu pozar. Oruç tutanın orucunu bir neçə əməllər batil eləyir. Allah, Peyğəmbər və 14 məsum adından yalan danışmaq. Yuxuda olana su içirilməsi yenə də orucu pozar. Vannanın içində başı suyun altına salmaq, bütöv başı ya dənizdə, çayda məsələn, başı bütöv suyun altına salmaq nədir? Orucu batil eləyir. Dinimiz hasandır və hasan idi. Lakin biz onu çətinləşdirmişik. Əlavələr çox eləmişik. Çox eləmişik, qəlizləşdirmişik.